və hökumət binaları, eləcə də polis maşınlarını daşqalaq edib. Hüquq mühafizə orqanları nümayiş iştirakçılarına qarşı göz yaşardıcı qazdan istifadə edib. Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Diraxti bildirir ki, İran hökuməti aksiyanı yatırmaq məqsədi ilə Təbrizə və Azərbaycanlıların çoxluq təşkil etdiyi digər şəhərlərə əlavə qüvvələr cəlb edib. Bu gün də Tehranda bəlkə 1 milyondan artıq Azərbaycan türkü ayağa qalxıb və İran parlamentinin qarşısında protest edəcəklər. 300-dən artıq soydaşımızı yaxalayıb tutublar və 100-dən artıq soydaşımız yaralıdır. Təəssüflər olsun ki, İran hakimiyyəti Azərbaycan türkünü yerində oturtmaq üçün, susturmaq üçün başqa xalqlərin nümayəndələrindən başqa şəhərlərdən Təbrizə, Zəncana və Azərbaycanın başqa şəhərlərinə öz qulluqçu qüvvələrini göndəriblər. Tehranda milyondan artıq insan parlamentin qarşısına çıxacaqlar. Əlbəttə ki, qarşısını almağa çalışırlar. Amma mən sanıram ki, buna müvəffəq ola bilməyəcəklər. Artıq millət uyanıb, millət oyanış halındadır. Millət öz gələcəyinə inamla baxır. Güney Azərbaycanlıları Milli Oyanış Hərəkatının Bakı bürosunun məlumatına görə ixtişaşlarda 20-yədək soydaşımız həlak olub, 100-dən çoxu yaralanıb. İxtişaşların böyüməsindən narahat olan İran hökuməti tədbirlər görməyə məcbur olub. Mədəniyyət naziri Səffər Xərrandi karikaturaya görə üzr istəyib, Daxili İşlər naziri Mustafa Pur Məhəmmədi isə günahkarların cəzalanacağını bildirib. Artıq İran mətbuatı üzərində Nəzarət Komitəsi qəzeti qeyri-müəyyən müddətə bağlayıb. Redaktor və karikatura müəllifi həbs olunub. Günəş Ahmalı qızı, Son Xəbər. İranda baş verən hadisələr Bakıda da etirazla qarşılanıb. Bu ölkənin səfirliyi qarşısında yığışan bütöv Azərbaycan Birliyinin üzvləri İranın bayrağına od vurub. Azərbaycan oyaqdır, varlığına dayaqdır. Azərbaycan oyaqdır, varlığına dayaqdır. Azərbaycan oyaqdır, varlığına dayaqdır. Bugün İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirildi. Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Bütöv Azərbaycan Birliyinin bir qrup üzvü İranda yaşayan soydaşlarımızı təhqir edən karikaturanın dərcinə etiraz olaraq hətta İranın bayrağını da yandırdı. Olacaqsan İran, İran, olacaqsan İran, İran, olacaqsan İran, İran, olacaqsan Pakistanı. Vermişəm uşaqlarda da yandırdı da çok. Belə aşağı aşağı. Ötü qala görsən, belə görsən. Sən atın yerə tapdan. Atın yerə tapdan. Çapır bax. Yurgar bayrağı. Yeter millete bu kadar cinayetler ediyoruz. Yeter. Yeter. Aksiya fəallarından Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Sirus Azadi isə bildirdi ki, soydaşlarımızı dəstəkləmək məqsədi ilə belə aksiyalar davamlı olaraq keçiriləcək. Güneydə soydaşlarımıza qarşı olan haqsızlara dəstək idi bugünkü aksiyamız. Bu aksiya davam edəcək, sabah başqa günlər yenə davam edəcək. Biz Qəzetdə təhqir olunmalarına və rəsmi Tehranın milli ayrı-seçkilik siyasətinə etiraz olaraq Təbriz şəhərində 10 minlərlə insanın keçirdiyi aksiyaya divan tutulması nəticəsində 20-yə yaxın Azərbaycanlı həlak olub, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aksiya iştirakçıları Azərbaycanlıların hüquqlarına hörmət olunmasını və qəzetin bağlanmasını tələb ediblər. Mayın 22-sində Təbrizdə Azərbaycanlıların qətlə yetirilməsi və 100-dən artıq soydaşımızın həbsi ilə bağlı Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Bütöv Azərbaycan Birliyinin üzvləri bugün İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. APA'nın məlumatına görə polis aksiyaçıların səfirliyinin qarşısına yaxınlaşmasına icazə verməsə də aksiya iştirakçıları İran hökumətinin Azərbaycanlılarla bağlı siyasətini tənqid edən şüarlar səsləndiriblər və aksiyanın qətnaməsini İran səfirliyinin diqqətinə çatdırıblar. Və hökumət binaları, eləcə də polis maşınlarını daşqalaq edib. Hüquq mühafizə orqanları nümayiş iştirakçılarına qarşı göz yaşardıcı qazdan istifadə edib. Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Diraxti bildirir ki, İran hökuməti aksiyanı yatırmaq məqsədi ilə Təbrizə və Azərbaycanlıların çoxluq təşkil etdiyi digər şəhərlərə əlavə qüvvələr cəlb edib. Bu gün də Tehranda bəlkə 1 milyondan artıq Azərbaycan türkü
ayağa qalxıb və İran parlamentinin qarşısında protest edəcəklər. 300-dən artıq soydaşımızı yaxalayıb tutublar və 100-dən artıq soydaşımız yaralıdır. Təəssüflər olsun ki, İran hakimiyyəti Azərbaycan türkünü yerində oturtmaq üçün, susturmaq üçün başqa xalqlərin nümayəndələrindən başqa şəhərlərdən Təbrizə, Zəncana və Azərbaycanın başqa şəhərlərinə öz qulluqçu qüvvələrini göndəriblər. Tehranda milyondan artıq insan parlamentin qarşısına çıxacaqlar. Əlbəttə ki, qarşısını almağa çalışırlar. Amma mən sanıram ki, buna müvəffəq ola bilməyəcəklər. Artıq millət uyanıb, millət oyanış halındadır. Millət öz gələcəyinə inamla baxır. Güney Azərbaycanlıları Milli Oyanış Hərəkatının Bakı bürosunun məlumatına görə ixtişaşlarda 20-yədək soydaşımız həlak olub, 100-dən çoxu yaralanıb. İxtişaşların böyüməsindən narahat olan İran hökuməti tədbirlər görməyə məcbur olub. Mədəniyyət naziri Səffər Xərrandi karikaturaya görə üzr istəyib, Daxili İşlər naziri Mustafa Pur Məhəmmədi isə günahkarların cəzalanacağını bildirib. Artıq İran mətbuatı üzərində Nəzarət Komitəsi qəzeti qeyri-müəyyən müddətə bağlayıb. Redaktor və karikatura müəllifi həbs olunub. Günəş Ahmalı qızı, Son Xəbər. İranda baş verən hadisələr Bakıda da etiraza qarşılanıb. Bu ölkənin səfirliyi qarşısında yığışan bütöv Azərbaycan Birliyinin üzvləri İranın bayrağına od vurub. Azərbaycan oyaqdır, varlığına dayaqdır. Azərbaycan oyaqdır, varlığına dayaqdır. Azərbaycan oyaqdır, varlığına dayaqdır. Bugün İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirildi. Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Bütöv Azərbaycan Birliyinin bir qrup üzvü İranda yaşayan soydaşlarımızı təhqir edən karikaturanın dərcinə etiraz olaraq hətta İranın bayrağını da yandırdı. Olacaqsan İran, İran, olacaqsan İran, İran, olacaqsan İran, İran, olacaqsan Pakistanı. Vermişəm uşaqlarda da yandırdı da çok. Belə aşağı aşağı. Görsən, belə görsənmə. Bunu atın yerə tapdan. Atın yerə tapdan. Çapır. Yurtlar bayrağı. Yeter millete bu kadar cinayetler ediyoruz. Yeter. Yeter. Aksiya fəallarından Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Sirus Azadi isə bildirdi ki, soydaşlarımızı dəstəkləmək məqsədi ilə belə aksiyalar davamlı olaraq keçiriləcək. Güneydə soydaşlarımıza qarşı olan haqsızlara dəstək idi bugünkü aksiyamız. Bu aksiya davam edəcək, sabah başqa günlər yenə davam edəcək. Biz yəni bildirmək istəyirik. Qəzetdə təhqir olunmalarına və rəsmi Tehranın milli ayrı-seçkilik siyasətinə etiraz olaraq Təbriz şəhərində 10 minlərlə insanın keçirdiyi aksiyaya divan tutulması nəticəsində 20-yə yaxın azərbaycanlı həlak olub, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aksiya iştirakçıları azərbaycanlıların hüquqlarına hörmət olunmasını və qəzetin bağlanmasını tələb ediblər. Mayın 22-sində Təbrizdə azərbaycanlıların qətlə yetirilməsi və 100-dən artıq soydaşımızın həbsi ilə bağlı Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Bütöv Azərbaycan Birliyinin üzvləri bugün İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. APA'nın məlumatına görə polis aksiyaçıların səfirliyinin qarşısına yaxınlaşmasına icazə verməsə də aksiya iştirakçıları İran hökumətinin Azərbaycanlılarla bağlı siyasətini tənqid edən şüarlar səsləndiriblər və aksiyanın qətnaməsini İran səfirliyinin diqqətinə çatdırıblar.